Ölkəmizdə ilk dəfə olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin təşəbbüsü ilə mərkəzin tabeliyində fəaliyyət göstərən Abşeron Regional Xəstəxanasında vərəm xəstəliyi ilə əziyyət çəkən və eyni zamanda böyrə çatışmazlığı olan xəstələr üçün xəstəxana şəraitində dializ müalicəsi təşkil olunub və ilk xəstəyə hemodializ xidməti göstərilib. Kabinetdə bir ədəd müasir tipli Almaniya istehsalı olan Fresenius Medical Care hemodializ aparatı quraşdırılıb. Xəstələrin rahatlığı üçün bütün şərait yaradılıb. Yumşaq inventar, lazım olan tibbi avadanlıqlarla təmin edilib. Bu xidmətin təşkilində əsas məqsəd həmin xəstələrin digər dializ alan xəstələrlə təmasını aradan qaldırmaqdır. Bildiyiniz kimi, vərəm xəstəliyi yalnız ağciyərləri zədələyən bir xəstəlik deyil. Bu, xəstəliyin ağır formalarında, uzun müddətli spesifik müalicə fonunda və yaxud da yanaşı xəstəliklərin səbəbindən böyrək çatışmamazlığı inkişaf edə bilər. Belə hallarda hemodializ həyati vacib tibbi müdaxilədir və ilk dəfə olaraq hemodializ proseduru məhz ümumi profilli stasionarda yox, fiziatrik stasionarda həyata keçirilmişdir. Bu xidmət yalnız bir prosedurun tətbiqi deyil. Bu, vərəm xəstələrinə münasibətdə müasir, humanist, təhlükəsiz tibbin tətbiqidir və ölkəmizdə vərəm xidmətinin inkişafında yeni mərhələnin əsasını qoyur. Görülən tədbirlər Ağciyər Xəstəlikləri Mərkəzinin xəstələrə təhlükəsiz, fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində atdığı mühüm addımlardan biridir. Gələcəkdə bu xidmətin digər regional xəstəxanalarda da təşkili üçün müvafiq işlər aparılır.